Arıçıların gözü ilə bugünkü bal bazarına baxanda keyfiyyət məsələsini necə qiymətləndirirsiniz? Azərbaycanda ümumiyyətlə demək olar ki, istehsal olunan balların mən deyərdim ki, bir 90%-dən çoxu keyfiyyətlidir. Mənim şəxsi fikrimdir bu. Azərbaycanda arıya müdaxilə çox azdır. Ümumiyyətlə azdır. Hətta arıçılar öz aralarında belə bir-birlərinə nəzarət eləyirlər. Hardasa ictimai qınaq var. Şəxsən mən öz ətrafımda, mən də bir arıçıyam. Biz bilsək ki, hansısa bir arıçı öz istehsalında hansısa bir müdaxilə eləyir balına, inanın ki, bəlkə də arıçılara heç salam verməzlər və Bu onu müdaxilə böyük belə... saxtakarlığı nəzərdə tutulur. Bəli, bəli, bala olunan söhbət saxtakarlıqdan gedir. Yəni, suala görə deyirəm ki, ümumiyyətlə Azərbaycan son illərdə özünü tam balla təmin eləyir. Demək olar, hətta bizim təxminən hesablanmalarımıza görə 6000 tondan biraz çox tələbatımız var bala. Amma bizim istehsalımız 7000 tonu artıq keçir ölkədə. Artıq ballarımız da var. Düzdür, ölkəyə bal idxalı da var başqa ölkələrdən. Biz arıçı olaraq, yəni baxsaq buna da qarşıyıq. İstəməzdik ki, Azərbaycana başqa ölkələrdən bal idxal olunsun. Bizim arıçı fikrimizdir bu, bazarın qorunması üçün. Amma biz son illərdə artıq özümüzü təmin edirik, hətta artıq balımız da var. Mən əvvəl Qalib müəllimə verən suala qayıda bilərəm yəqin ki, balın təmizliyini necə bilmək olar? Biz həmişə deyirik ki, balın təmizliyini bilməyin iki yolu var da. Birincisi laboratoriyadır, analiz elətdirib bilirik. İkincisi, hər hansı bir arıçıya inanırıq, ona güvənirik. Üçüncü yol yoxdur yəni. Hansısa onu yandırmaq, süzmək, belə primitiv yollarla, kustar yollarla balın tərkibini, yaxşılığını yoxlamaq qeyri-mümkündür. Bəs istehlakçını aldadan arıçı olmayıb ki bugünə qədər? Hər halda o arıçı deyil, ona arıçı deməzdim mən. O arada bal alıb satan deyim, bütün sahələrdə var elə insanlar aldadan. Amma özünü arıçı adlandıran heç kəs öz müştərisini, deyək, istehlakçını aldatmaz. Birincisi, özünün imicini qorumaq üçün, öz bazarını qorumaq üçün arıçı gecə-gündüz fikirləşir ki, bu balın üstündə o qədər əsir ki, bircə müştərim razı qalsın, alıcım bundan fayda əldə eləsin, başqa heç nə olmasın. Hətta elə arıçılarımız var, arıya hansısa, belə deyək də, məcburiyyətdən bir dərman verir, müdaxilə eləyir xəstələnində arı. Və o arıya dərman verdiyinə görə o balı müştəriyə satmır. Təzədən hansısa bir məqsədlərdə istifadə edir, amma müştəriyə vermir. Maraqlıdır. Hansı məqsədlərlə? Yəni, arıya yem hazırlanma mexanizmləri var. Bəzən dolayısıyla bu o yenidən zaman arıya satışa çıxarılacaq bala qarışmır mı? olur. Yəni, arıya vermək olur, amma istehlakçıya verilmir də. Yəni, demək istəyirəm ki, arıçılar maksimum özlərinin, öz imicini qoruyurlar. Yəni, bəzən səsləndirirlər ki, alıcılar təmiz bal yoxdur, təmiz bal olmur. Ümumiyyətlə, o söz bizim üçün çox təhqir edici bir sözdür. Arıcı üçün. Ömrünü arıya həsr eləyən insan, gecəsi, gündüzü təbiətdə, çöldə, həmişə deyirik, ilanın, çalanın içində yatırıq, çadırlarda yaşayırıq, ömrümüzün çox hissəsini və sonda elə bir söz eşidəndə həqiqətən özümüzü təhqir olunmuş hesab edirik.